Bismillahirrahmanirrahim. Sizcə kafirlə müşrik arasında bir fərq var? Bəzi mütəəxxir alimlər belə demişdirlər. Kafir heç bir imanı olmayan şəxsə verilən addır. O, zahirdə imanlı olduğunu göstərərsə, lakin daxildə iman etməzsə, ona münafiq deyilər. Əgər İslam dinini qəbul etdikdən sonra küfrünü aşkara çıxararsa, ona İslam dinindən döndüyü üçün mürtəd deyilir. Əgər iki və yaxud daha çox ilahın var olduğunu iddia edərsə, ona müşrik deyilir. Əgər o, mənsux, yəni hökmü qüvvədən düşmüş bəzi dinlərə və kitablara etiqad edərsə, xüsusi olaraq ona kitabi, yəni kitab əhli deyilir. Əgər zamanın, yəni dövrün əzəli olduğunu və hadisələrin ondan qaynaqlandığını iddia edərsə, ona dəhri deyilir. Əgər yaradanın varlığını təsdiq etməzsə, ona müəttil deyilir. Əgər Peyğəmbərimiz Muhammedin sallallahu aleyhi və səlləm Peyğəmbərliyini qəbul edib, İslam şəriətinin qanunlarını zahirdə yaşamaqla yanaşı, hamının yekdil rəyinə görə küfür sayılan etiqadları daxilində gizlədərsə, ona zındıq deyilər. Allah Azze və Cəlləyə duamız odur ki, bizi bu saydığımız batil etiqadlardan mühafizə eyləsin və son anımızda imanlı olaraq bu dünyadan köçməyi bizə nəsib etsin. Vəlhamdülillahi Rabbil aləmin.